Salam əziz astrologiya sevərlər, hər birinizi Aydən Salami ilə YouTube astrologiya kanalımda salamlayıram. Və 2025-ci ilin ən önəmli və həyatımızda bir çox yeniliklər gətirən bu mart ayı üçün sizə mart ayının proqnozlarını çatdırmaq istəyirəm. Çünki mart ayı 2025-ci ilin ən önəmli aylarından biridir. Və mart ayında çox önəmli planet hadisələri baş tutur ki, onlardan ən önəmlisi məhz 20 martda günorta saatları, yəni saat 13:02-dən etibarən artıq Günəş Qoç bürcünə keçid etdi və bununla da artıq yazın gəlməsi baş tutdu və həmçinin də Günəşin Qoç bürcünə keçidi ilə astroloji təqvimin yenilənməsi baş tutur və mart ayında bir çox önəmli planet hadisələri baş verir ki, bunlardan ən önəmlisi məhz martın əvvəlində yaşanan, martın 13-dən etibarən başlayan Merkuri və Venera planetlərinin retrosudur. Bildiyimiz kimi ünsiyyəti təmsil edən Merkuri planeti mart ayının əvvəlindən Qoç bürcündə retro hərəkətə başladı və həmçinin də 2 illik bir ara ilə, fasilə ilə retro hərəkətdə olan ünsiyyət, sevgi, bolluq, bərəkət, şans planeti olan Venera həmçinin də Qoç bürcündə retro hərəkətdədir və hal-hazırda qarşıdakı 30 martdan etibarən məhz Merkuri planeti artıq geri hərəkətini Balıq bürcündə davam elətdirəcək. Həmçinin də 2 gün əvvəl 28 martdan isə Venera planeti öz geri hərəkətini, yəni retro hərəkətini Balıq bürcündə davam elətdirmiş olacaq. Bu bizə nəyi göstərir? Yəni Balıq bürcünü mövzularında biz həyatımızda müəyyən problemlərlə üzləşə bilərik. Xüsusilə də Balıq bürcləri aprel ayının 14-nə qədər daha diqqətli və təmkinli olmağı sizə tövsiyə edirəm. Ona görə ki, ətrafınızdakı insanlarla ünsiyyət problemləri yaşaya bilərsiniz. Həmçinin də xərcləriniz, gəlirləriniz, münasibətlərinizdə hər hansı bir tamamlanmamış işləri tamamlamağınız məsləhətdir. Keçmişə dönmək, keçmişlə bağlı yarımçıq qalmış müəyyən bir məsələlər varsa, onları tamamlamaq. Aprel ayının 13-dən 14-nə qədər bunları bir nəzərdən keçirmək lazımdır və həmçinin də məhz ünsiyyətdə daha diqqətli və təmkinli olmaq lazımdır. Və ən önəmli mart ayında 2 böyük tutulma baş verdi və bu tutulmanın biri artıq 14 martda ayın Qız bürcündə olduğu müddətdə bir Qız bürcündə ay tutulması yaşandı. Tutulma 6 ay müddətdə bizim həyatımıza öz təsirlərini göstərmiş olacaq ki, məhz Qız bürcünün mövzularında doğum xəritəmizdə hansı evi təmsil edirsə Qız bürcü, o mövzularda böyük dəyişimlər yaşayacağıq, böyük bir tamamlanmaya gedəcəyik. Yəni o bürcün mövzularında həyatımızda yekun qərarlar almış olacağıq. İkinci ən önəmli 2025-ci ilin ilk günəş tutulması yaşanacaq. Bu günəş tutulması 29 martda yaşanacaq. 29 martda yaşanacaq bu günəş tutulması günorta saatlarına təsadüf eləyəcək və məhz Qoç bürcünün artıq son günəş tutulması olacaq. Çünki tutulmalar artıq Qız və Balıq bürcü əksinə keçmişdi və Qoç bürcündə yaşanacaq bu tutulma həyatımızda Qoç bürcünün mövzularında böyük dəyişimlərə səbəb olacaqdır. Və yaşanacaq bu tutulma Qoç bürcünün 9-cu dərəcəsində yaşanacaq və Qoçun idarəçi planeti olan Mars Xərçəng bürcündə hərəkət edəcək. Saturnla bir dəstək aspekt alacaq. Qeyd edim ki, tutulma günorta saat 14:57 radələrində baş tutacaq və tutulmanın baş verəcəyi dərəcə məhz Algedib deyilən bir sabit ulduz var. O ulduzun ulduzla qovuşum halında olacaq ki, o ulduzun xüsusiyyətləri daha çox belə deyim, mavi rəngdə olan bu ulduz Qoç bürcünün önəmli xarakterləri, qərarlılığı, inatçılığı və dikbaşlığı ilə təmsil olunur və baş verəcək bu tutulma həyatımızda yeniliklərə, yeni yollara, yeni cəsarətlə atılan addımlara işarə olacaq. Lakin atacağımız bu addımlarda yaxşı olar ki, biraz daha inatçılıq
yaradıcılıqdan uzaq və düşünülmüş qərarlarla bu addımları ataq. Çünki nəyə görə? Bəli, tutulma əslində müsbət bir tutulmadır, ancaq iki önəmli planetin retrosu hal-hazırda tutulma əsnasında yaşanır ki, məhz Merkur retrosu, Merkur düşüncələrlə, alınan qərarlarla, zehinlə, hafizə ilə və sənəd işləri ilə yeni bir şeylərin başlanması ilə bağlıdır. Həmçinin də Venerada məhz retro halındadır. Venerada məhz şansı, bolluğu, bərəkəti, münasibəti təmsil edir ki, bu iki önəmli planetin retro hərəkətdə olması biraz alacağımız qərarlarda sonradan peşman olacağımız nəticələri bizə gətirə bilər. Hər hansı bir qərar vermək istəyirsinizsə, həyatınızda məhz mart ayı dönəmlərində yaxşı olar ki, bu qərarları düşünüb ancaq hərəkətə aprel ayının 13-dən sonra keçəsiz. Çünki aprel ayının 13-dən sonra artıq retrolar bitmiş olacaq və həyatımızda daha məhsuldar və edəcəyimiz, alacağımız qərarlarda daha düzgün və bizə daha uğurlu gələn nəticələrlə biz rastlaşa bilərik. Və bu tutulma dedik ki, Qoç bürcündə baş tutacaq və ən önəmli tutulmanın təsir alacağı 4 bürc var. Qoç, Tərəzi, Oğlaq və Xərçəng bürcləri. Bu 4 bürc nümayəndələri yaşanacaq bu tutulmada daha çox dəyişikliklər yaşayan və həyatlarında yeni səhifələr açan bürc nümayəndələri olacaq və bildiyimiz kimi Qoç mübarizədir, Qoç əzmdir, cəsarətdir. Cəsarətlə başlayan və mübarizə ilə başlayan həyatımızda bu dəyişikliklər sonda Qoçun qələbəsi ilə tamamlanacaq. Xüsusilə də aprel ayından etibarən əgər hərəkətə keçsək, atacağımız qərarlarda, atacağımız addımlarda, verəcəyimiz qərarlarda uğurlu nəticələr ala bilərik. Və mən qısa da olsa bürclərə toxunmaq istəyirəm. Baş verəcək bu tutulma bürclərə hansı təsirlər verəcək və hansı ev mövzularında dəyişikliklər yaşayacaq, onu diqqətinizi çatdırmaq istəyirəm. Qoç bürcündə baş verəcək bu tutulma Qoç bürclərinə ən çox təsir edəcək. Özləri ilə bağlı qərarlarda yeni addımlar atmaq istəyirlərsə, yeni bir şeylərə start vermək istəyirlərsə, çox uğurlu bir dəyişimlərə imza atacaqlar. Lakin aprel ayının 13-nə qədər səbr eləmələri məsləhətdir. Ondan sonra zaten Qoç bürcləri atdığınız bütün addımların və verəcəyiniz bütün qərarların mükafatını alacaqsınız. Yeniliklərə start verəcəyiniz bir dönəm sizin üçün başlayır. Boğa bürcləri bu dönəmdə düşünmək istəyə bilərlər. Biraz arxa planda qalıb fikirlərini götür-qoy eləyə bilərlər. Onları narahat edən mövzular gündəmdə ola bilər. Gizli qalmış müəyyən mövzuların üstü açıla bilər, müəyyən sirlər açıla bilər. Onları şok edən hadisələr baş verə bilər. Bu dönəmi yaxşı dəyərləndirmək məsləhətlidir. Hər hansı bir sizi narahat edən bir mövzular varsa, onun üzərindən keçib və aprel ayının 13-dən etibarən artıq bu mövzularda yeni qərarlar ala bilərsiniz. Və növbəti bürcümüz Əkizlər bürcüdür. Əkizlər bürcü yaşanacaq bu Qoç tutulması sizin 11-ci evinizdə baş tutacaq. Yaxın çevrəniz, dostlarınız, xəyallarınız, arzularınız, iş həyatınızla bağlı yeni dəyişimlərə hazırlaşacaqsınız. Yeni bir şeylər, yeni bir ideyalar ortaya qoymaq istəyəcəksiniz. Xəyallarınıza, arzularınıza çatmaq üçün çox gözəl şanslar yaxalayacaqsınız. Ancaq aprel ayından sonra bu şansları dəyərləndirməniz daha məsləhətdir ki, düzgün və yaxşı geri dönüşlər alasınız. Həmçinin də yeni dostluqlar, yeni çevrə, yeni tanışlıqlar böyük ehtimaldır sizin bu tutulma ilə həyatınızda. Və Xərçəng bürcləri bu tutulmanın ən önəmli belə deyim, dəyişim yaşayacaq olan bürclərindən biridir ki, Xərçəng bürcləri yaşanacaq bu tutulma sizin iş və karyera evinizdə baş tutacaq. İşinizlə bağlı yeni xəbərlər ala bilərsiniz, yeni qərarlar verə bilərsiniz, iş pozisiya dəyişimi yaşaya bilərsiniz ki, aprel ayından sonra sizin üçün çox uğurlu bir dönəm başlayır. Zaten may ayından etibarən şans və bolluq bərəkət planeti olan Yupiter Xərçəng bürcünə keçir. Xərçəng və Oğlaq bürcləri qarşıdan gələn bir il ərzində sizin üçün çoxlu sayda şans, bolluq, bərəkət və uğur sizinlə olacaqdır. Və Şir bürcləri
Əziz şirlər, yaşanacaq bu tutulma sizin təhsil məsələlərinizi gündəmə qoya bilər. Xarici ölkə səfərləri, xaricə səyahət eləmək və yaxud da xariclə bağlantılı bir işlər görmək mövzularında yeni ideyalar düşünə bilərsiniz. Həmçində hər hansı bir hüquqi məhkəmə prosesində olan bir işiniz varsa, onunla bağlı yeni xəbərlər gələ bilər. Onun tamamlanması yaşana bilər. Yaxşı olar ki, məhz bu dönəmdə öz içsel dünyanıza yönələsiniz. Əziz qız bürcləri, yaşanacaq bu tutulma sizin 8-ci evinizdə yaşanacaq və maddiyyat, ortaq gəlirlər, başqalarından gələn maddi qazanclar, maddi dəstək mövzularında yeni bir dönəmə start verəcək və aprel ayından edəcəyiniz hər bir uğurlu addım, işinizlə bağlı hər hansı bir addım atmaq istəyirsinizsə, hər hansı bir maddi məsələnin yoluna qoymaq istəyirsinizsə, borc məsələniz gündəmdədirsə, hər hansı bir bank kredit işiniz varsa, aprel ayından etibarən hər şey qaydasına düşməyə başlayacaq və yeni qazanc yerləri gələcək və ortaq maddi gəlirlərdə şans və dəstək sizinlə olacaq. Tərəzi bürcləri, yaşanacaq bu tutulma sizin 7-ci, yəni partnyor və evlilik ortaqlıq evinizdə olacaq. Aprel ayından etibarən sizin həyatınızda evlilik, münasibət və ortaqlı iş şansı sizə gətirmiş olacaq və yaşanacaq bu tutulma məhz tək olan tərəziləri yeni bir münasibətə hazırlayır və yaxud da ki, hər hansı bir tərəzi bürcünü ortaqlı, şərikli iş münasibəti üçün gözəl təkliflər ala bilər ki, bunu da dəyərləndirməyiniz məsləhətdir. Və növbəti bürcümüz Əqrəb bürcüdür. Əqrəb bürcləri, yaşanacaq qoç tutulması sizin 6-cı evinizdə yaşanacaq. 6-cı evdə yaşanacaq bu tutulma sizi iş mövzularında yeni dəyişikliklərə gətirib çıxarda bilər. İş yoldaşlarınızla hər hansı bir mübahisəli bir vəziyyət varsa, onu qaydasına qoya bilərsiniz və yaxud da ki, işdə yeniliklər ola bilər. İş yerinin dəyişməsi, işdə hər hansı verəcəyiniz yeni bir qərarlar, həmçində sağlamlıqla bağlı mövzularda hər hansı bir problem varsa, onun həll yoluna gedə bilərsiniz. Özünüzə daha diqqət ayıracağınız, sağlamlığınıza, gündəlik həyatınıza daha diqqət ayıracağınız bir dönəmə start verəcəksiniz. Və növbəti bürcümüz Oxatan bürcüdür. Oxatan bürcləri, yaşanacaq bu qoç tutulması ən şanslılarından birisisiniz. Nəyə görə? Çünki sevgi münasibətində çox böyük uğurlar sizi gözləyir. Yeni tanışlıqlar, yeni başlanğıclar, yeni sevgi macəraları sizi gözləyir. Həyatınızda əgər heç kim yoxdursa, o zaman bu qoç tutulması həyatınıza yeni bir partnyorun gəlişinə işarə ola bilər və yaxud da ki, evli bir Oxatan bürcü varsa, övlad xəbəri ala bilərsiniz. Həmçində həyatda şanslarınızla bağlı və hobilərinizə yönələcəyiniz bir dönəmə start verəcəksiniz. Daha şanslı bir dönəm sizin üçün başlayır. Və növbəti bürcümüz Oğlaq bürcləridir. Oğlaq bürcləri bu tutulmanın yenə şanslı bürcləri sırasındadır. Xüsusilə də Oğlaq bürcləri ev, ailə mövzularında çox böyük şans və fürsətlər sizin olacaq. Yeni bir başlanğıclar elə bilərsiniz. Ev almaq, ev dəyişmək, ailə həyatı qurmaq, evdə ailə böyüklərinizlə bağlı hər hansı bir problem varsa, onun həll yolunu tapmaq üçün çox uğurlu bir dönəmə keçid edirsiniz. Aprel ayından etibarən qarşıdakı 6 aylıq müddətdə evlə bağlı çox gözəl, evinizlə, ailənizlə, yuvanızla bağlı çox gözəl xəbərlər eşitmiş olacaqsınız. Və Dolça bürcləri, Dolçalar, yaşanacaq bu tutulma sizin 3-cü evinizdədir. Yaxın çevrənizlə çox böyük dəyişimlər yaşaya bilərsiniz. Bacı, qardaş, yaxın qohumlarla bağlı belə deyim, münasibətlərdə bir yenilənmə dönəmi baş verə bilər. Müəyyən insanlar həyatınızdan çıxa bilər. Həyatınıza bir çox üstü bağlı məsələlərin açılması yaşana bilər. Qısa səyahətlər eləməyi düşünə bilərsiniz. Bu qarşıdakı 6 ay müddətində ən çox qısa səyahət edən bürc nümayəndələri məhz siz Dolçalar olacaqsınız. Yaxşı olar ki, yaxın çevrənizlə olan hər hansı bir problemli bir məsələ varsa, onun həll yoluna yönələsiniz. Və ən son bürc nümayəndəsi olan balıqlar, yaşanacaq bu tutulma sizin maddiyyat evinizdə olacaq və maddi mövzular gündəmdə olacaq. Xərcləriniz və gəlirləriniz barədə yeni bir döngüyə addım atırsınız. Gəlirlərinizlə xərclərinizi balansda saxlamaq üçün müəyyən planlar
həyata keçirə bilərsiniz. İşinizlə bağlı müəyyən dəyişimlər yaşana bilər. İş yeri dəyişimi ola bilər, yeni biznes planları qura bilərsiniz. Yaddan çıxartmayaq ki, verəcəyiniz hər bir qərarı aprel ayının 13-dən sonra tətbiq eləsəniz, məhz sizin üçün daha uğurlu və şanslı bir geri dönüş yaşanır. Belə astrologiya sevərlər, mən sizə 29 mart 2025-ci ilin ən önəmli ilk günəş tutulması barədə qısa informasiya verdim. İnşallah növbəti videolarda sizinlə görüşərik. Kanalımı izlədiyiniz üçün təşəkkür edirəm.